Sehrli səmanın səsləri Azərbaycanın qədim, zəngin mədəni irsini daşıyan torpaqlarında min illərin sirlərini və əcdadların hikmət dolu sözlərini özündə əks etdirən Qızılqala adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daşlı küçələri, əski divarları və hər küncündə öz hekayəsini danışan qoca ağacları sanki keçmişlə gələcəyin bir araya gəldiyi mistik bir aləmin pəncərəsi idi. Hər səhər günəşin qızıl şüaları kəndin üzərinə nazlıca düşər, axşam isə ulduzlu səma sanki min illərin nağıllarını və insan qəlbinin dərinliyində gizlənən arzuları ortaya çıxarırdı. Kəndin sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, atalarının öyrətdiyi dəyərlərə və insanlıq tarixinin sarsılmaz inamına sadiq idilər. Onlar üçün həyat yalnız gündəlik işlərdən ibarət değildi. Hər küncdə, hər daşda, hər ağacın kölgəsində gizlənmiş bir sehr və bir ümid vardı. Bu sehr, kəndin hər sakininin qəlbində, hər kəsin öz içində daşıdığı səmimi arzuların, sevginin və mərhəmətin təcəssümü kimi idi. Kəndin mərkəzində hörmətli və mərhəmətli Mirzə Əli bəy yaşayırdı. Mirzə Əli bəy, kəndin ən bilmiş insanlarından biri, həyatın acı şirin anlarının, qələbələrini və məğlubiyyətlərini yaşamış, Tolstoyun romanlarında canlanan qəhrəmanların kimi hər kəsə yol göstərən bir şəxs idi. O, hər zaman deyirdi, həyatın əsl sehrini tapmaq üçün insanın öz qəlbindəki səmimi arzulara qulaq asması lazımdır. Sehr yalnız gözlə görünən deyil, hər kəsin içində, sükut anlarında, sevgi və mərhəmətdə gizlidir. Mirzə Əli bəyin bu sözləri kəndin gənclərinə və böyüklərinə dərin izlər buraxmışdı. O, uşaqlara, siz öz qəlbinizdəki işığı heç vaxt sönməyə qoymayın. O işıq dünyanın ən böyük sehridir, deyər, kənd meydanında toplanan insanlara öz həyat təcrübəsini bölüşərdi. Kəndin gənclərindən biri olan Tural, həm ağıllı, həm də həssas bir oğlan idi. Tural, atası Mirzə Əli bəydən öyrəndiyi dəyərləri, kəndin qədim nağıllarını və əcdadların hikmət dolu sözlərini daim öz qəlbində daşıyırdı. O, hər gecə ulduzların sönməz parlaqlığı altında özünü düşüncələrə verər. Əgər hər kəs öz qəlbindəki sehirli işığı taparsa, dünya dəyişər, deyə xəyallar qururdu. Turalın gözlərində həm gəncliyin təravəti, həm də əbədi bir səmimiyyət vardı. Bir gün kəndin kənarından, qoca dağların ətəyində yerləşən geniş meşənin dərinliklərində qəribə və sehirli hadisələr baş verməyə başladı. İnsanlar gecələri meşədən gələn incə işıqlar, yumşaq səsküylər və sanki başqa aləmlərin nağıllarını eşidirdilər. Bu hadisələr kənddə sehirli an adlanan bir əfsanəyə çevrildi. Əfsanəyə görə meşənin ən dərin küncündən, qədim bir qayalıq altından insanın öz içindəki işığı tapmasına kömək edən sehirli bir məkan gizlənirdi. Bu məkan yalnız ürəyində dürüst sevgi və səmimiyyət daşıyanlara görünərdi. Tural, uşaqlıqdan eşitdiyi bu əfsanəyə böyük maraq göstərirdi. O, atası Mirzə Əli bəydən o məkanın sirri nədir, necə tapmaq olar? Sualını verər, onun cavabında hər kəs öz içindəki səmimi arzunu tapmaqla bu sehirli məkanı kəşf edə bilər deyə eşitmişdi. Bu sözlər Turalın qəlbində dərin iz buraxmış və onu o sehirli məkana doğru bir səyahətə sövq etmişdi. Bir gün səhər erkən saatlarda Tural yüngül qar yağdığı, küləklərin isə sanki dərin nağıllar pıçıldadığı bir vaxtda meşəyə doğru yola çıxdı. O, kəndin dar yollarından keçərək meşənin qapısına çatdı. Meşə içərisində hava soyuq, lakin sükut və dərinlik içində xüsusi bir incəlik var idi. Tural, öz ürəyindəki işığı və səmimi arzunu hiss edərək meşənin dərinliyinə doğru addımladı. Addım-addım irəliləyərkən o, qarşısına çıxan qədim qayalıqların, yosunlarla örtülmüş ağacların və min illərin xatirələrini daşıyan daşların arasında sanki hər şeyin bir mənası, bir gizli dili olduğunu hiss edirdi. Biraz sonra o, nəhəng bir qayalığın altında parıldayan incə işıqların və yumşaq səsküylərin arasında öz-özünə danışan bir səs eşitdi. Səs, sanki bir mələk və ya qədim bir sehirbazın fısıldadığı kimi, sən Tural, öz içindəki səmimi işığı tapdıqda əsl sehrini yaşayacaqsan, deyirdi. Bu səsin təsiri altında Tural dərin bir düşüncəyə daldı. O, öz qəlbindəki arzuları, ümidləri və sevgi dolu xatirələri xatırlayaraq, hər birimizin içində gizlənmiş bir sehr var, bu sehr yalnız dürüstlük, sevgi və mərhəmətlə ortaya çıxar, deyə düşündü. O an meşənin sükutunda hər bir ağac, hər bir daş sanki onun içindəki o əbədi işığı ortaya qoymağa başladı. Turalın ürəyi sanki min illərin nağıllarını, keçmişin və gələcəyin ümidini bir araya gətirən bir pəncərə kimi açıldı. Meşənin dərinliyində Tural özünü qədim və sehirli bir məkanın qapısını tapdı. Qapı qədim naxışlarla bəzədilmiş, sanki min illərin hikmətini özündə cəmləşdirən bir simvol idi.
O, qapıya yaxınlaşaraq, əgər bu qapı mənə öz iç dünyamın səmimi işığını göstərərsə, mən həyatı daha dərindən yaşayaram, deyə pıçıldadı. Qapı ağır açılmağa başladı və Tural özünü yeni, məlum olmayan bir kainatda tapdı. Bu kainat sadəcə fiziki dünya değildi, o, insanın ruhunun, arzularının və sevgi dolu xatirələrinin əbədi bir simvolu idi. Qarşında uzanan mənzərə sanki Tolstoyun romanlarında təsvir olunan epik bir dünyanı xatırladır. Hər küncündə sevinç, kədər, ümid və səmimiyyət bir araya gəlirdi. O yeni kainatda Tural öz içindəki səmimi işığın nə qədər dərin olduğunu, hər kəsin qəlbində daşıdığı o gizli sehrin nələr bəxş etdiyini anladı. Orada o, keçmişin dərslərinin, əcdadların öyrətdiyi dəyərləri və gələcəyin ümidini öz içində birləşdirdi. Bu səyahət ona yalnız öz iç dünyasını anlamağı deyil, həm də kəndinin, ailəsinin və bütün insanların xoşbəxtliyinin əsl mənasını tapmağa imkan verdi. Tural, hər birimiz həyatın ən böyük sirrini, sevgi və səmimiyyəti öz içimizdə tapdıqda əsl sehrin nədən ibarət olduğunu anlayarıq, deyərək dərin bir inam və sevgi ilə kəndə qayıtdı. Kəndə qayıtdıqdan sonra Tural gördüklərini, hiss etdiklərini və öyrəndiklərini insanlarla paylaşmağa başladı. O, atası Mirzə Əli bəyin sözlərini yad edərək, sevgi və səmimiyyət hər çətinliyi aşmaq üçün ən güclü silahdır, deyərək kənd meydanında toplanan insanlara öz səyahətindən bəhs etdi. İnsanlar onun danışdığı hər sözdə min illərin hikmətini, keçmişin və gələcəyin bir araya gəldiyi səmimi ümidləri hiss edirdilər. Kəndin yaşlıları, gəncləri və hətta uşaqları Turalın danışdığı sözlərdə özlərini tapır, hər kəs o an qəlbindəki işığı daha da parlaq görürdü. Bu səmimi sözlər və təcrübələr kənd Qızıl Qala'nın ruhunu dəyişdirdi. İnsanlar hər gün qarlı və soyuq qış günlərində belə öz qəlbindəki isti işığı tapır, sevgi və mərhəmətlə bir-birinə dəstək olurdu. Hər axşam ulduzlu səma altında toplanan kənd əhli keçmişin dərslərinin, atalarının nağıllarını və gələcəyin ümidini paylaşır, birlikdə xoşbəxtliyin əbədi sədasını eşidirdi. O günlərdə kənddə heç kim həyatdan ümidini itirmirdi, hər kəs öz içindəki o səmimi işığı taparaq gələcəyə inamla baxırdı. Turalın səyahəti və öyrəndikləri yalnız onun şəxsi həyatında deyil, bütün kəndin inkişafında böyük rol oynadı. O, gənclərə hər birinizin içində əsl sehr var, o, sevgi, mərhəmət və səmimiyyətdir. Əgər bu işığı taparsanız, həyatın ən böyük sirlərini və xoşbəxtliyini kəşf edəcəksiniz, deyərək insanlara yol göstərdi. Turalın bu sözləri kəndin hər küncündə yaşayan insanların qəlbində əbədi iz buraxdı və onlar bir-birinə dəstək olaraq gələcək nəsillərə də bu səmimi işığın mirasını ötürmək üçün əllərindən gələni etdilər. Beləliklə, Sehrli Səmanın Səsləri adlı bu dastan Tolstoyun epik təsvirlərinə bənzər dərin insan təcrübələrini, qəlbin səmimi işığını və əbədi ümidin gücünü ortaya qoydu. Kənd Qızıl Qala yalnız coğrafi bir məkan olaraq qalmadı, o, hər kəsin qəlbində yaşayan, keçmişin izlərini, gələcəyin ümidini və insanlıq dəyərlərini birləşdirən müqəddəs bir aləmə çevrildi. Hər kəs qışın soyuq günlərində belə öz içindəki isti işığı taparaq, sevgi, mərhəmət və səmimi inamla yaşamağa davam etdi. Bu nağıl Tolstoyun dərin və geniş təsvir etdiyi kimi insanın öz içindəki gücü, sevgini və ümidin səmimi işığını tapmağın əhəmiyyətini bizə xatırladır. Hər birimiz həyatın çətin anlarında belə qəlbimizdə parlayan o əbədi işığı itirmədən, sevgi və səmimiyyəti həyatımıza daşıdıqda əsl sehrin, xoşbəxtliyin nə olduğunu anlayarıq. Kəndin hər küncündə, hər daşında, hər ağacın kölgəsində sanki min illərin sədası eşidilir. Biz birlikdə sevgi və səmimiyyətlə hər zaman qələbə qazanırıq. Beləliklə, Sehrli Səmanın Səsləri dastanın Azərbaycan torpaqlarının zəngin mədəni irsinin, əcdadların hikmətini və insanların içindəki əbədi ümid işığını nəsildən nəsilə ötürərək hər kəsin qəlbində yaşadı. Həyatın hər bir anı, hər bir qarlı səhər, hər bir ulduzlu gecə insanlara sevgi, mərhəmət və səmimi inamın əsl gücünü xatırlatdı. Bu nağıl bizim hər birimizə göstərdi ki, əsl sehr, xoşbəxtlik, yalnız gözlə görünən dünyada deyil, bizim öz içimizdə, qəlbimizin dərinliyində səmimi arzular və ümidlər şəklində mövcuddur. Beləliklə, Sehrli Səmanın Səsləri adlı bu dastan insanın içindəki işığı tapdığı, qəlbin səmimi arzularını həyata keçirdiyi və hər çətinliyi sevgi ilə aşdığı, əbədi ümidin və xoşbəxtliyin nağılı olaraq, gələcək nəsillərə də ilham verərək yaşamağa davam etdi.